radikal qərarlar vermək lazım olur və bəzən də ehtiyacdır. İstər böyük şirkətləri, istər bütün təşkilatları bizi bugünə qədər gətirən mindset, bacarıqlar artıq bəlkə də bizi gələcəyin uğurlu təşkilatlarına aparmaya bilər. Belə deyim, açıq gözlü olmaq, opportunityləri, fürsətləri görmək, nöqtələri birləşdirmək, riskləri balanslamaq, bütün bunların balansında, vəhdətində, bəli, təşkilatlar olaraq, böyük qurumlar olaraq radikal addımlar mütləq şəkildə atılmalıdır. İndiki son xəbərlərə, tendensiyalara baxsaq, həqiqətən sevindirici haldır ki, artıq yeni talantların yetişdirilməsində biznes və akademiya daha sıx əməkdaşlıq edir. Yeni reallıqda biraz bizim biznes olaraq çağırışlarımız fərqlənir. Biz yeni reallıqda biznes mühitini artıq tam da proqnoz edə bilmirik. Və bu halda amma buna baxmayaraq biz indidən yeni reallıq üçün, gələcək biznes mühiti üçün liderlər yetişdirməliyik. Transformasiya dövründə insanları özü ilə apara bilən, dəyişikliyi idarə edə bilən, qeyri-müəyyən şəraitdə qərar verməyi bacara bilən rəhbərlərə ehtiyacımız var.